Hər birinizə salam, hər vaxtınız xeyir olsun. Bugün Temudan gələn aksesuarları sizlərlə bölüşəcəm. Əl işləri ilə məşğul olanlar üçün lazımlı aksesuarlardır. İçərisində geyim olduğu üçün əvvəldən kəsmişəm. İndi digərlərini sizlərə göstərəcəm. Baxın, belə taxtalardır. Bu taxtalar oyuncağı ayaq üstə saxlamaq üçün istifadə olunur. Birini göstərim. Baxın, belə içində iynəsi var. Bir taxtaya 2 iynə gedir. Baxın, yerləri də var. Baxın, belə, indi bunu biraz möhkəm salmaq lazımdır. Sonra oyuncağı, baxın, belə qoyuruq, yerdə sərbəst qalır. Yəni sərbəst dayanır. Bunun üçündür bu taxtalar. Mən sifariş eləmişdim əvvəllər. İndi xoşum gəldiyi üçün, yenə lazım olduğu üçün yenə elədim. Mən aldığımın içərisində 10 ədəddir və ölçüsü 5 cm-dir. Sonra belə vizit kart qabıdır. Sağ ol. Baxın, belə vizit kart qabıdır. Bu vizitkalar da mən, bu kartları da Temudan sifariş eləmişdim. Öncəki videolara baxa bilərsiniz, orada qeyd eləmişəm. Baxın, belə vizit kartları qoymaq üçün qabdır. Yəni, yaxşıdır bu da. Sonra oyuncaqların üzərinə qiymət asmaq üçün belə yenidən etiket sifariş eləmişəm. Belə kiçik etiketlərdir. Və buradan yerləri də var ip salmaq üçün. Yenə keçən əvvəlki sifarişimdə bunlardan oyuncaqdan asmaq üçün jilkalar sifariş eləmişdim. Onu da paylaşmışam. Bura keçirdib oyuncağın üzərindən qiymət və s. asmaq üçün. Əgər əl işlərinizi mağazaya qoyursunuzsa və yaxud da sərgilərdə iştirak edirsinizsə, yəni yaxşı bir şeydir. 100 ədəddir burada. Ölçüsü isə 3 cm-dir. Yəni normal ölçüdür. Ən əsası bu taxta. Baxın, içində belə aplikası var. İndi buna necə quraşdırırlar? Bunlar bura keçir yəqin ki. Baxın, yəni belə bu vəziyyətdə olmalıdır. Hə, bunu bura keçirirlər. 2 dənə belə taxtadır. Bunu bura bağlamaq lazımdır. Şurup da qoyublar. Baxın, kərəz şurupdur. İndi bunu bura bağlayıram. Və artıq hazırdır. Bunları etmək biraz əziyyətlidir. Bu dəmirləri bura taxmaq. Ona 18 dənə dəmirdir. Və bir də ki, burada boşluq var. Baxın, gərək buradan mismarlana ki, tərpənmir. Və yaxud da bu böyürlərdən mismarlana ki, tərpənmir. Yoxsa belə tərpənir, bu buradan çıxır. Baxın, belə çıxır. Ona görə də gərək bərkidilə. Yəni, şurupla buradan, alt hissədən şurupla bağlamaqla olmur. Gərək bərkidilə. Və ölçüsü hələ böyük deyil. Baxın, məndə bu burloklar biraz böyük burloklardır. Baxın, belə assam. Aşağı hissədən asım görün. Baxın, belə asanda
keçir bu 2-yə çatır arxalar. Baxın, belə. Yəni bu qab kiçik bloklar üçün nəzərdə tutulub. Yəni kiçik ölçü üçün daha yaxşıdır. Böyüklər üçün yox. Yəni bundan taxsam, məsəl üçün belə bloklar taxsam, gərək oradan-buradan belə taxım ki, bilinsin. Yoxsa belə çox sıx-sıx olar. Baxın, belə buradan heç birinci sıradan heç asmaq olmur. Belə. Amma belə ümumilikdə yaxşı qabdır. Bu qədər aldıqlarım izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.